Sən özün oradaydın da. Biz səhər getdik həmin məsələnin dalınca. Axır dedilər, bu kinoteatrda işləyənlər gecikmiş 2-3 aylıq maaşlarına görə etiraz eləməlidirlər. Yox cənab, dəqiq 3 ay. Yox əşi, 3 ay, 4 gün və bugün. Hər halda gərək etiraz eləsinlər. Bəlkə Mədəniyyət İdarəsinin bu kinoteatrın işlədilməsi barəsində qərarı bəhrə versin. Yaxşı, bəs axırı necə olsun? Ya dağıtsınlar, ya da yenidən qursunlar. And olsun, adamı ələ salırlar. Dünyanın hər yerində dalbadal kinoteatr tikirlər. Burada dalbadal kinoteatrı sökürlər. O da ki, necə kinoteatrı? O kinoteatrı ki, mən özüm orada küləklə sovrulanlar filmini görmüşəm. Gülüşünə qurban olum, Clark Gable. O da ki, ali bir dublyaj ilə. Lorenzi, Ərəbistan Lorenzi, Jivago. Bu kişi kimdir? Bu quru səhrada nəyi axtarır ki, susuzluğunu sirab etsin? Ərəbistan Lorenzi. Böyük kino rejissor David Lin'dən yadda qalan bir film. Peter O'Toole'un iştirakı ilə. Anthony Quinn, Ömər Şərif. Görmədin doktor, 72 millimetrlik güclü səslə. Cənab, Günəş altında bir yer filmidir. Yox əşi, Günəş altında mübahisə. Bəli, bəli, Günəş altında mübahisə. Cənab, o qədər göstərdik ki, aparat elədi, bum, partladı. Canın üçün doktor, 2 qardaş haqqında idi. Bir qadın üstündə bir-birlərini öldürürdülər. Qadın deyir ki, yox, məni öldürmə. Deyir, sən ölməlisən, murdar sarı dərili. Səni öldürməliyəm. Böyük qardaş əsəbləşir. Kiçik qardaşın ardınca atı bırak, Harun'un xəzinəsinidir. که ما اونو از رودخونه درش آوردیم بیرون آوردیمش توی خونه دکتر میکنه چی؟ حالا پاشو کاری بکن درفت خوشحالی بکن مانند ما شو بشین و پاشو حالا که کت میکنه اگه نرفتی میشینم عقده دل وا میکنم نگاه تو چشمات میکنم شکر رو آغاز میکنم میگم اصلا جد قرار نون بده و چایی بده میگم حالا کفش تو در بیار دم پایی بده Daha əyləncə bəsdir. Keçək əsl mətləbə. Neyniyək Ağa Hüseyni? Buyurun çaya. Çox sağ ol. Bu cənab niyə zəhmət çəkir? Otur, otur. Bu məktubu dostlar imzalayıblar. Əgər siz də imzalasaz, mən sabah bu işin dalınca düşərəm. Nə mühüm adam olmuşam. Bunu imzalasam pulumuzu verərlər? Bəli. Yəni doğrudan da maaşlarımızı verərlər? Bəli cənab, siz arxayın olun. Vəzifəmizdir. Bəh, nə yaxşı idi. Gedirsiniz? İcazənizlə xanım. Deyirəm, əgər qəbul eləsəz, şamı bir yerdə eləyərdik. Çox sağ olun. Bəli, buyurun. Sağ olun, geçdi. İnşallah başqa bir vaxt. Yaxşı çıxmır axı. Yox, çox sağ olun. Biz qoymarıq belə gedəsiz. Ağay Yusuf, kömürə bax. Xudahafiz. Xudahafiz. Bir dəqiqə gözlə. Zəhmət olmasa bunu aparın, uşaqlarınızla yeyin. Ağa Yadullah, krevet də hazırdır. Krevet? Zəhmət çəkməyin. Yusuf, geç bu tərəfə. Nə edirsən? Cənab, 10 dəqiqə gözləyin, balıq da hazır olar. Belə də yapararsınız. Yusuf, gəl bu tərəfə. Balığı da aparın, evdə yiyin. Sağ olun, bəs eləyər. Bu böyüyünü götürün. Təşəkkür edirəm, xudahafiz. Allah amanında. Cəmi 2 şiş kebabı idi. Yusuf, sən bu işlərə niyə qarışırsan? Nə olub bəyəm? Atası yanmış. Baharə! Baharə! Baharə, gəl bir şey gözəl balığını apardı. Nə vaxt? Bilmirəm, mən buradan keçirdim, gördüm. Balığım, hansını apardı? Hanı? Yox, qorxma, buradadır, aparmayıb. Əgər qolmasaydım, aparacaqdı. Yaralanıb, odur. Qanadlarından birini yaralayıb. Ne oldu bay bala?
Xəcalət çək. Hovuzda balıq saxlamağın işləri belə olur. Bəyəm siz həyətdə deyildiniz? Mən onu körpəlikdən böyütmüşəm. Bir yemək bişirirdik. Biz də balıq qızardırdıq. Bu balığa fikir vermədik. Bu yaramaz ağ-qara pişikdir. Neçə dəfə mənim cücələrim üçün plan çəkmişdi. Mən onun dərsini verdim. İstəyirsən doktoru çağıraq, bəlkə bir iş görə bildi. Bəli, deyin gəlsin. Məyər heyvan həkimidir? Yox, əşi. O yazıq əczaçıdır. Əlindən bir iş gəlməz. Axır doktordur da. Gəlib bir dəva dərman eləyər. Ona nə aidsiz? Əmir, doktora da gəlsin. Balıqları yaddan çıxartmışsınız, yandı ki. Cənab doktor, Bəli. təcili xəstə var. Kimisə təzyiqi düşüb? Yox əşi, pişik Baharənin balığını yaralayıb. Kim Bəharəni yaralayıb? Pişik Baharənin balığını yaralayıb. Cənab doktor gəldi, çəkilin kənara. Mən elə bildim siz yaralanmışsınız Bəharə xanım. Xeyr, balığımdır. Nə olub, hansıdır? Odur. Onu mən neyniyim? Yarasına tikiş vurmalısınız. Siz doktorsuz axı. Deməli, əməliyyat otağını hazırlamalıyıq. Xeyr, cənab doktor, siz gedin. Bu qız sayıqlayır. Məyər balığa tikiş vurarlar? Əşi, bu günlərdə milçəyə də tikiş vururlar. İstəyirsə siz əməliyyat otağını hazırlayın. Mən görüm nə edə bilərəm. Siz deyin, hansı əməliyyatdır? Biz otağı hazırlayarıq. Cərrahi əməliyyatıdır, Yusifcan. Bir səbət gətir, balığı tutur at. İynə, sap, qayçı, pinsət də ki özümdə var. Fənər lazımdır. Məndə fənər var. Əmir, get oradan götür. Deyəsən, cənab doktor, tikiş ustası da. Qoy əvvəlcə onu müayinə eləyim. Fənəri biraz yuxarı qaldır. Bax belə, afərin, baxım görüm. Bu səthi yaradı, bir şey deyil. Allah şükür içi altı da bayra tökülməyib, sağalar. Əməliyyatı tez qurtarmalıyıq, yaxşı? Balıq bayarı çox qala bilməz. Bəli, iynə sap. İynə sap. İndi qutarar. Heyf ki, sakitləşdirici iynəmiz yoxdur. Yoxsa ağrı çəkməzdi. Pinset. Pinset. Bax belə. Bunu saxla, hərəkət eləməsin. Çox yaxşı. Bunun bir yarası var idi. Sən onu 100 yerdən yaraladın. Əməliyyat qutarandan sonra onu hökmən betazin vuraq ki, dezinfeksiya olunsun. Sən baxma, yaxşı? Bu pişiyin pəncələri yəqin ki, çirkin olub. Fənəri yaxın tut. Sənin əli pişikdən geri qalmır, ağa Yusif. Niyə belə qaradı? Qozun rəngidir, çirk deyil. Çox yaxşı. Bunu belə saxla, ağa Yusif. Bunu tut. Bax belə. Qaçı. Qayçı. İşıq sal. Kəs qutar da. Aha, bitdi. Yaxşıdır, bıraq getsin. Bıraq. Bəs betadin? Betadin, qoyma getsin, tut onu, tut. Betadin yadımızdan çıxdı. Betadin. Betadin. Tənzif. Tənzif. Sağalar. Əlbəttə. Ölməz ki. Yox, daha ölməz. Bıraq getsin. Müalicəni biz elədiyi şəfasını Allah versin. Sağalar, cənab doktor. Görək necə olur. Ölməz. Bunlar qovurmanı. Yaxşı. Sədiqə xanım, ver mən düzüm. Əlləriniz ağrımasın. Bismillah. Əlləriniz ağrımasın, nə gözəl ətri var. Əcəb düyüdür. Həqiqətən də 1-ci dərəcəli düyüdür. Onda biz gedək başqa yeməkləri də gətirək. Mən də gedirəm makaronu və kreveti çəkim. Əmir, al apar.
Yusuf, zəhmət olmasa bunu yuxarı ver. Boş işte. Mehmet ağa. Bir şey sağ, bunu kaldır yukarı. Be. Yavaş kaldır. Dışarı ha. Ehtiyatla. Ellerin ağrımasın ağa Yusuf. Çok sağ ol. Bunu da al. Bunu süfreye koy. Be, xalacan. Ne zəhmət çəkimsən? Bizə xəcalət verdin. Sizə layiq deyil oğlum. Buyurun oturun. Bəs qalan qonaqlar hardadır? Ağa Seyid, Hacı xanım, Sədiqəcan, onlar hara getdi? Xanım Əhvahan, siz buyurun burada oturun. İcazə verin, mən daha gedim. Yox, olmaz. Buyurun, heç sizsiz olar. Axı mənim üst başım. İndi sizə qəşəng bir çadıra gətirərəm. Buyurun. Yusuf, gəl bunu bağla. Gözəlləşmisən xanım. Elə sən də pis deyilsən. Biz beləyik də. Gedək. Gedək. Salam cənab doktor. Salam, hazırsınız? Bəli. Ağa Yusuf, bax bunu düz bağlamışam. Nə qədər düyünləmisən? Bu nə bağlamaqdır? 2 düyünü də dəbdir. 10 dənə vurmusan. Bunun quyruğunu biraz qısalt. İnşallah göllərin təmizdir ağa Yusuf. Əlbəttə, xlora qoymuşam. Qalstuk babanındır, atamındır, pencəyə də həmçinin. Pencə yaxşıdır, böyük deyil ki. Bəli, çox yaxşıdır. Təşəkkür. Mahnı da qoyublar ağa Yusuf. Gəl gedək. Buna bax. Hələ buna bax. Biri belə, ikisi belə. Necədir? Bura bax, kreveti burada qoyublar. Mən gətirərəm. Buyurun. Salam aleyküm. Axşamınız xeyir. Salam. Bəh. Çox xoş gəlmişsiniz. Buyurun. Gəl. Boynunu gətir. Gəl bura. Əla. Bunu da süfrəyə qoyun. İffət xanım, yemək soyudu axı. Gəldin. İffət xanımın şərəfinə bir əl çalın. Əlləri ağrımasın. Xoş gəldiniz. Buyurun. Sədiqə xanım, niyə zəhmət çəkmisən? Siz üçün turşu gətirmişəm. Buyurun. Yox, mən daha gedim. Siz yemək yeyirsiniz. Yox, qoyaram. Bu qədər zəhmət çəkmisiniz. İndi gəlirəm. Hara? Qonaqlığa gedirəm. میخوام برم مهمونی Sədiqə xanım, krevet əcəb yeməlidir. Əlləriniz var olsun. Hacı xanıma ver. Çox dadlıdır. Uşaqlar balığı ehtiyatla yiyin. Məşədi Məryəmə baxın. Salam əleyküm. Salam Məşədi Məryəm. Bura buyur. Gəl. Əcəb bəzənmisən Məşədi Məryəm. Çox xoş gəlmisən. Yaxşı. Sənə nə çəkim Məşədi Məryəm? Bu nədə yeyirsən? Bu qədər dadlı yeməklər var. Bu nədə yeyirsən? Bunu sabah nahara saxla. Yox, iştahım yoxdur. Gecə plov yeyə bilmərəm. Bir gecə ilə heç nə olmaz. Qonaqların narahat olmadılar ki, mənim gəlməyimə. Bu nə sözdür? Xeyr, narahat olmadıq, əksinə. Biz adət eləmişik Məşədi Məryəm. Bir ömürdür narahatıq. Çox yaxşı elədiniz gəldiniz. Plov xoşlamırsınız, balıq yiyin. Bu krevet də çox dadlıdır. Siz mənim kotletimdən yeyirsiniz. Çox təmiz hazırlamışam. Əllərim təmiz idi. Təşəkkür eləyirəm.
Boş istə. Əlləriniz ağrımasın. Sağ olun. Məşədi Məryəmin yeməyinə söz ola bilməz. Bəli, aydındır. Yemədiniz. Boş qablarınızın kənarına qoydunuz. Yiyin, yiyin. Aşpazlığım yaxşıdır. Yiyərik, yiyərik. Ərim ölməmişdən qabaq, adam olduğum vaxt evimizə qonaq gələndə yeməklərimi tərifləyirdilər. Ərin diri olanda adam iydin? Əmir, Mən yedim Məşədi Məryəm, çox dadlı idi. Tərkibi nədir Məşədi Məryəm? göyərti, ət, ləpə. Jiletin nə qəşəngdir Məşədi Məryəm? Ona çox yaraşır. Parçasını Abdullah'ın anası Məşəddən mənə hədiyyə gətirmişdi. Təbərrük eləyib, Sədiqə də mənim üçün tikdi. Səliqəsi çox yaxşıdır. Doğrudan da nümunəvi qadındır, ondan fəxr edirəm. 2 saat əvvəl də bunu eləyirdin? Siz niyə bekar durmusunuz? Xalacan, sağ olun, çox dadlıdır. Əlləriniz ağrımasın. Ye qızım, sən cavansan, yeməlisən. Mənim turşumdan da ye. Turşu? Çox xoşlamıram, sağ olun. Əgər şirkdirsə, buna görədir ki, duz mənim üçün zərərlidir. Yox, yox, duzu yaxşıdır. Hamıya çox sağ ol. Əcəb dadlı yemək idi. Xüsusilə də balığı əla qızartmışdınız. Nuşican qardaş. Buyurun. Qabları da yuyub qaytararıq. Gəlin xanım, bəli. Krevetdən yediniz? Bəli, çox dadlıydı. Əlləriniz ağrımasın. Reseptini yalnız Sədiqə bilir. Cücə kebabdan bu uşağa da ver. Yaxşı xalacan, qabları yavaş-yavaş yığışdıraq. Siz Allah əl vurmayın. Yiyin. Hələ bu qədər yemək qalıb. Qablara heç kəs əl vurmasın. Mən özüm hamısını aparıb yeyəcəm. Deməli, bugün qabları Ağa Yusif yiyir. Nə qədər zəhmət çəkib, daha bəsdir. Ağa Yusifin şərəfinə. Yusif, Yusif. Yusif, Yusif. İffət xanım, Məşədi Məryəm yenə də getdi. Bilmirəm yenə kim onun xətrinə dəydi. Həssas, tez inciyən qadındır. Məncə Ağa Yədulla söz atdı. Ona görə incidir. Yox əşi, ürəyi kövrəkdir. Gedim görüm nə deyir. Məşədi Məryəm həmişə belədir. Düz deyir. Sən ona bir söz demədin ki, Yusif? Mən ki elə hey onu tərifləyirdim. Məşədi Məryəm, niyə bura gəlmisən? Ne üçün ağlayırsan? Paltarını niyə çıxardırsan? Gəl gedək. Nə mənim katletimdən yedilər, nə də turşumdan. Bəyəm mənə nə olub? Həm səliqəm yaxşıdır, həm təmizəm. Ev eşiyimə baxın, gül kimidir. Əlbəttə ki, gül kimidir. Gəl gedək, gedək. Yox, gəlmirəm. Minnət də götürmərəm. Nə səndən xoşum gəlir, nə də o lovğa qonaqlarından. O vaxtlar ki, mən 20-25 nəfər qonaq yola salırdım, sən hardaydın? Qurban olum sənə Məşədi Məryəm. Bunlar lovğa adamlar deyil. Onlar da bizim kimidir. Gəl gedək. Bu qədər zəhmət çəkmisən, dadlı yeməklər bişirmisən. Sənin katletlərindən də yeyərik. Bərəkallah, gedək. Bu da Məşədi Məryəm xanım, buyurun. Məşədi Məryəm, hardaydın? Siz Allah Məşədi Məryəmin gətirdiyi yeməklərdən yiyin. Boş qablarınızın kənarına qoyduğunuz üçün inciyib. O nədir? Yaşıl badamdır. Yeyin görün nədir? Ye Məşədi Məryəm, sən də ye. Əlləriniz ağrımasın, çox sağ olun. Məşədi Məryəmin turşuları çox dadlı olur. Bir təriyi də var, bu nəyin idi? Sirkədir. Sirkə? Öz kəndindəndir. Acıdır, bu nə idi? Dadlıdır. Bu nəyin turşusudur Məşədi Məryəm? Acı biber. Acı biberdir. Öldüm. Bağışla Məşədi Məryəm, mən yeyə bilmərəm. Xeyr Sədiqəcan, sən yemə, sənə olmaz. Bəli, ona görə yemirəm. Qorxur ki, uşağımız dünyaya acı gələr. Gördün, hamı yedi. Nə qədər də xoşladılar. Sən də yeməyini ye. Buyur, ye. Siz də buyurun. Mən indi gəlirəm. Bilmirəm, bu dəfə hansı planı var. Narahat olmayın, bu belədir. Hey, gedir, gəlir, gedir, gəlir. Hələ işimiz var. Bu makarondan biraz da yesən Allah. Demədim, hey, gedir, gəlir. Gör sənə nə getirmişəm. Bilirsiniz nə gözəl şeylər toxuyur. Buyurun. Sizə layiq deyil, amma çox sağ olun. Əlləriniz ağrımasın, gözəldir. Özüm toxumuşam. Bunlar öz şəhərimin yadigarıdır. Bərəkallah. Müharibə qaçqınıdır. İlamdan gəlib. Bombardmanda evini, uşaqlarını, ərini, hər şeyini itirib. Çox çətin dövr idi. Hər gün bomba, raket. Biz gedib dağlarda gizlənirdik. Hər şey itirdik. Sonra mən buraya gəldim. Rifah təşkilatı hər ay mənə 10.000 tümən verir.
Amma mənim xərcim çoxdur. Düz deyir. Toyuq cücələrimin xərci çoxdur. Bağışlayın Məşədi Məryəm. Hələ rənginə bir bax. Çox gözəldir. Bu işi görmə. Yoxsa vuraram ha. Bu yadigardır. Pulunu istəmirəm. Əllərinə qurban. Amma çox zəhmət çəkmisiniz. Axı belə olmaz. Onda anam üçün bir sifariş qəbul eləyin. Bunun daha pulunu almalısan. Bax bu yaxşıdır, düz deyir. Məşədi Məryəm al, eybi yoxdur. Götür də, bir yerdə gizlət getməsin. Sağ olun. Xalacan, can, deyirəm qabları yavaş-yavaş yığışdıraq da. İcazə verin mən yığışdırım. Əllər yuxarı, tərpənməyin, yoxsa vuraram. Yox Yusif, bu işi görmə. Çəkil kənara. Sədiqə, sən kənara çəkil. Vallahi hamımız komediyasız. Allah sizi saxlasın. Ağa Yədullah, bizə də bir yaxşı rol ver. Ağa Yusif, canın üçün sənə bir baş rol taparam. Bizi yaddan çıxartma. Buna bax. Ata, süfrəni tapdaladın ki. Hamınız kifayət qədər zəhmət çəkdiniz. Mən özüm yığışdıraram. Şövkət, məyər demədə getməliyik? Hara tələsirsiniz? Xalacan, icazənizlə biz daha zəhməti azaldıq. Bəli, xalacan. Nə yaxşı gecə idi. Tez-tez gəlin xalaya baş çəkin. Xala oğlu, hara getmək istəyirsiniz? Sabah istirahət günüdür. Sizin də bir işiniz yoxdur. Bacımı mənim əvəzimə öpərsən. Əmri də səhər göndərərəm, xaş alıb gətirər. Atacan, xaş. Bəli, xaş. İnşallah gələn dəfə hökmən bacımı da gətirərsiniz. Sizin də ki, maşallah maşınınız var. Sabah xalam bir şey hazırlayar. Hamımız birlikdə gedərik gəzməyə. Çay kənarı, çəmənlik bir yer tapıb oturarıq. Hava da ki, yaxşıdır. Yaxşı fikirdir. Buyurun mənim otağımda yatın. Mən də elə burada yataram. Yerinizi sərərəm, yanınıza da su qoyaram. Qonşuların qonaqları olanda, yerləri dar olanda mənim otağıma göndərirlər. Məşədi Məryəm, bəs sən? Sən niyə? Ana, ana! Nə oldu anama? Kül başıma. Doktor, bu niyə yıxıldı? Xəstənin başına çəkilin, icazə verin. İffət xanım, nə olub? Nəfəsim. Bugün 3-cü dəfədir ki, belə oluram. Birdən ürəyim tutulur, başım hərlənir. Yorğunluq əlamətidir. İcazə verin, mən nəbzini yoxlayım. Bir dəqiqə, ürəyi çırpınır. İnfarkt olma ehtimalı var. Tibb məntəqəsinə aparmalıyıq. Asta, asta. Yaxşı, yaxşı olaram. Yaxşı olmazsa mübahisə eləyir. Təhlükəlidir. Ola bilsin reanimasiya aparaq. Bədbəxt oldum, xala oğlu. Maşını işə sal. Baharə, qaldır, İffət xanım. Qalxın. Boş yerə səbləşir. Sədiqəcan. Bəli, zəhmət olmasa, qalan yeməkləri yığışdır, qoy soyuducuya. Bəli, baş üstə. Mən bilirəm, bu ağa Yədullah axır ki öz arzusuna çatacaq. Arzusu mənim ölməyimdir. Niyə deyandınız? Gətirin, bədbəxt oldum. Allah eləməsin, İffət xanım, narahat olmayın. Mənim soyuducumda ət göyərti var. Sabah günorta onlar üçün küftə hazırlayaram. Vay! Gəl, gəl. Biraz da, biraz da. Gəl, qorxma. Sükanı belə saxla, gəl. Yaxşıdır. Ged arxaya. Get, get, yaxşıdır. Elə burada dur. Xala oğlu, biraz tez gedək. Bağışlayın da. Ata, mən də gəlim. Yer yoxdur oğlum, ged evə, ged. Yavaş yavaş İffət xanım. İffət xanımı hara aparırsınız? Məşədi Məryəm, biraz sakit ol. Yox, mən də gəlmək istəyirəm. İffət xanım, İffət xanım. Bax, mən də getmirəm. Mən getmək istəyirdim. Ağa Yusif, hara gedirsən? Xəstəxanaya. Məni də götür. Gəl. Məni də apar. Bunu hara aparacaqsan? Yerim yoxdur, Məşədi Məryəm. Mən də gəlirəm. Mehirdad, onu da götür, dalımızsa gəl, öldürdü bizi. Mənə bir xəbər gətirərsiniz? Hara gedirsiniz belə? Bunu yerə düşürtməyəsən ha. Bu dəlidir, nədir? Hələ ölməmsən, qurbağa. Nədir, çırpınırsan? Ay eşşək, məyər bura tövlədir, şıllaq atırsan? Hələ buna bax, qurbağa kimi qur-qur eləyir.
Həmid, sən Allah sür gedək. Bəyəm görmürsən xalanın vəziyyəti yaxşı deyil. O axmaqla mübahisə eləmə. Sənə sakitləşdirici dərman lazımdır. Get qardaş, get. Baş ağrısı yaratma. Bizim kifayət qədər problemimiz var. Çıx get. Sən nə deyirsən ay Zibil? Zibil atandı, dayan görüm. Bırax getsin Ağa Yadullah, Ağa Yadullah. Ata, sən Allah fikir vermə. O qədər problemimiz var ki. Ah, gördünüz? Kaş onu vurardı. Ürəyimiz soyuyardı. Ağa Yadullah, pəncərəni biraz aşağı salın. Biraz nəfəs alaq. Pəncərəni aşağı sal, Ağa Yadullah. Baş üstə salaram. Qaldır pəncərəni, qaldır. Ağa Yadullah, pəncərəni yuxarı qaldır. Başıma daş düşsün. Ağa Yadullah, pəncərəni aşağı sal. Aşağı sal, aşağı sal. Boğuldu, ay kişi, aşağı sal. Yaxşı. Çalışıram. Bəlk sürmə ha, qəzaya düşərik. Yox, yox Həmid, sürəti artır. Bərk sür. Bundan çox getmir. Təzyiqi düşüb axı. Tez xəstəxanaya çatdırmalıyıq. Sürəti artır. Bundan artıq getmir doktor, ağırdır. Doktor, bir bax, gülür. Gülür? Bəh. O indi özünü çox xoşbəxt hiss edir. O indi NCI mərhələsindədir. Bilirsən bu nə deməkdir? Nə deməkdir doktor? Near dead experience. O nə deməkdir? Yəni irfani həyəcanlanma. Yaxşıdır görək, yaxşıdır yoxsa pis? Bəh, əladır. Ölümdən əvvəlki şirin anlardır. Doktor, nə danışırsınız? Zarafatın yeri deyil. Nə ölüm? Yox, laf elə ölüm deyil. Bu şeydir, hamının arzusu var, öz həyatında bu anı görsün. Onu hara aparırlar? Buradadır, buyurun. İffət xanım. Ağa Yadullah, buyur. Deyin görüm onu hara aparırlar? Bizi buraxın. Mən qızıyam, mən oğluyam. Mən də ev sahibinin oğluyam. Ancaq xəstə və onun yanında bir nəfər. Qalanları buyursun. Mən ondan gəlmişəm, doktoram. Ay Allah, məni öldür. Ay Allah, niyə yaxşılar aparırsan? Bu nə sözdür deyirsən, Məşədi Məryəm? Hələ heç nə olmayıb axı. Allah'a şükür vaxtında çatdırdıq. Ağlamağa haqqınız var. Belə ana hələ doğulmayıb. Hələ sonra başa düşərsiniz. Mehrdad, bunu ne için bura getirmişsiniz? Gel apar onu. Mən neyniyim? Yusuf dedi. Yoxsa mən gətirməzdim ki. Məşədi Məryəm, sən Allah bəsdir. Bunu götür apar Mehrdad. Ne planın var? Ben gedim, sen de onu öldüresen? Gedib başka birisini alasan? Cavan arvat hevesine düşmüsən? Bu arvat değil, kızıldı. Özü həmişə deyirdi, neynəmə istəyirsən? Məyər mən qoyaram onu öldürəsən? Yaxşı Məşədi Məryəm. Sizden xahiş edirəm, sakit olun. Burada heç kimi öldürmürlər. Bağışlayın xanım. Bəli də, sən dedin, mən də inandım. Xahiş edirəm, onu başa salın ki... İcazə verin, mən indi həll eləyərəm. Məşədi Məryəm, əgər belə eləsən, elə bilərlər, başına hava gəlib. Səni aparırlar dəlixanaya. İstəyirsən? İstəyirsən? Yox. Həll oldu. Bura baxın ay xanım, sizin xəstə ilə nə qohumluğunuz var? Qonşusuyam. Bilirsən qonşu nədir? Yəni o dünyada qonşudan soruşurlar. Deyirlər qonşularınla necə idi? Qonşu qohumdan yaxındı. O da ki qaldı belə bir qonşu. Niyə bugünə düşdün ay İffət? Sən Allah Məşədi Məryəm bəsdir. Ağa Yusuf, sən Allah, gəl bu Məşədi Məryəmi apar. Yusuf, qalx bu Məşədi Məryəmi apar. Sən niyə ağlayırsan? Öz bədbəxtliklərim yadıma düşdü. Ay Allah. Bugün keçdi. Bəs sabah necə olacaq? Bu pulsuzluqla, problemlərlə, sədiqənin qəddarlığı ilə. Deyirəm, bir iş gör. Gəl gedək yuxarı mərtəbəyə, nevrologiya şöbəsinə. Get görüm. Həkimlə dostumdur. Deyirəm, səni yaxşı-yaxşı müayinə eləyəcək. Əgər doğrusunda problemin varsa, bir neçə günlük yatırdarlar, dava dərman verərlər. Sağalıb gedərsən işinin dalınca. Yox, ağrıyırsansa, ağrıyıram, xəstəyəm, ölürəm. Elə indi ağrıyırsan, narkoman olduğumu desəm təhlükəlidir. Gedək yanına. Bəs İffət xanım necə olsun? İndi qaydırıq da, gəl gedək. Yaxşı deyil axı. Qalx gedək, ağrıyıram. Xəstənin əri kimdir? Mənəm xanım. Sizsiz? Vəziyyəti pisdir. İffət. Xanım ona nə olub? Xəstəniz reanimasiyada yatmalıdır. Reanimasiya? Bəli. Nə qədər cənab həkim? Ən az 24 saat. Kardioqrama və cürbəcür müayinələr üçün.
Əvvəl gedirsiniz qəbul şöbəsinə, sonra da kassaya. Üstünüzdə nəqd pul olmalıdır. Bağışlayın xanım, yəni hamısını indi nağd verməliyik. Bəli, qanun belədir. Çek qəbul eləyirlər. Düşünmürəm, hamısı nağd ödənilməlidir. Həkim, heyif ki, həkim Hacı burada yoxdur. O bizim qohumumuzdur. Ona görə də bu xəstəxanaya gəlmişik. Həkim Hacı bizim ustadımızdır. Ona böyük hörmətimiz var. Doktor, bir şey eləmək olmaz. Heç nigaran olmayın, hər şey düzələr. Mən özüm sizə zamin duraram. Hələlik xəstəni reanimasiyaya yerləşdirərik. Görək sabah eyniyirik. Yusif.